Ölkə futbolunun əsas hadisələrindən biri 21 yaşadək futbolçulardan ibarət milli komandamıza baş məşqçi təyinatı idi. Ayxan Abbasov yerli mütəxəssis komandaya rəhbərlik eləyəcək. Yerli məşqçilər üçün bu bir şansdır, bu bir göstəridir, göstərici olacaq belə deyək. Ayxan Abbasovun burada görəcəyi işlər. Və əsas məsələlərdən biri Ayxan Abbasov adının seçilməsi ilə bağlıdır. Qərar verilərkən böyük ehtimal onun gənclərlə işləmək üstünlüyü və yaxud da indiyə qədər gənclərə verdiyi şanslar əsas götürülür. Biz də buradan yola çıxaraq araşdırdıq. Ayxan Abbasov gənclərlə hansı işlər görüb, arası necədir? Onun yetişdirdiyi futbolçular var mı? Ən böyük sima, ən böyük adlardan biri hazırda ən üst səviyyədə futbol oynayan Elvin Cəfərquliyev var. İndi sizə digər nümunələri təqdim edəcəm. Zirənin baş məşqçisi olduğu vaxtda Vüsal İskəndərli və İlkin Muradova şans verdi. Sumqayıtda bu şansı Süleyman Əhmədov, Səbuhi, Rüfət Abdullahzadələr və Murad Xaçayev, eyni zamanda Elvin Cəfərquliyev və Aydın Bayramov qazandı. Onlar Ayxan Abbasovun Sumqayıtda kəşf etdiyi futbolçulardır. Turan Tovuz dönəmində də az da olsa adlar var idi. Burada Faiq Hacıyev daha çox diqqət çəkir. Ondan başqa Ayxan Hüseynov və Sadiq Şəfiyevi də buraya əlavə etmək olar. Ayxan Abbasov onlara mütəmadi şanslar verirdi və ən əsası bu mövsümün partlayışlarından biri Edqar Ədilxanov Şamaxıda. Bununla yanaşı Rauf Rüstəmli və Fəxri Məmmədovu da siyahıya əlavə etmək olar. Adlar çoxdur bütün klublarla bağlı, amma biz hazırda oynayan, formada olan və yaxud da sonradan yüksəlmiş futbolçular dedik. Milli komanda təlim məşq toplanışındadır. Fotolardan da göründüyü kimi əhval-ruhiyyə yüksəkdir. Ayxan Abbasov gənclərlə xoşbəxt görünür. Affa Şamaxı və Ayxan Abbasov tandemi birlikdə yeni layihə hazırlayırlar. Böyük ehtimal bu Şamaxı klubunun 21 yaşadək futbolçulardan ibarət milli komandanın bazasına çevrilməsidir. Burada hədəflər futbolçuların icarəyə verilməsi, daha çox şans qazanması və digər bu kimi məqamlardır.